Onurğasında bel yırtığı olan adam ağırlıq qaldıra bilər. Xeyr. Protuziyası olan adam idman edə bilər. Bel yırtığı olan hər kəs əməliyyat olunmalıdır. Xeyr. Boyun yırtığı olan adam masaj etdirə bilər. Baxır hansı mərhələdə? Onurğa yırtığı olan adam qaça bilər. Bəli. Protuziyası olan adam fitnesslə məşğul ola bilər. Bəli. Bel ağrısı olan adam hər gün gəzməlidir. Bəli. Boyun ağrısı olan adam boynunu şaqqıllada bilər. Xeyr. Onurğasında yırtığı olan adam üzgüçlüklə məşğul ola bilər. Skalyozu olan adam ağırlıq məşq edə bilər. Xeyr. Bel yırtığı olan adam korsetdən daim istifadə etməlidir. Baxır hansı hallarda? Boyun protuziyası olan adam telefonu uzun müddət aşağı Xeyr. baxaraq istifadə Xeyr. edə bilər. Oturaq iş görən insanlar hər saat ayağa qalxmalıdır. Əslində o hamıya şamil olunur. Uzun müddətli oturaq işlə məşğul olursansa, 15-20 dəqiqədən bir durub 1-2 saniyə hərəkət edib təzədən oturmaq. Onurğa yırtığı olan adam pilates edə bilər. Əlbəttə. Bel ağrısı keçən kimi fizioterapevtik məşqləri dayandırmaq olar. Xeyr. Onurğasında yırtığı olan adam avtomobil sürə bilər. Fizioterapiya bel və boyun yırtığında faydalı ola bilər.